Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala nəbiyyina Muhammed və ala alihi və ashabi əcməin və ba'd. İbn Baz Rahmanullahın fətvalarından faydalar dərsimiz davam edir. İbn Baz Rahmanullahın kitabcası belə bir kitabda çıxıb, Fətava Muhimmə Tətəallaqu bis-salah. Namazla ilgili mühüm fətvalar. Bu fətvalar, bu sualların hamısını cavablandıran İbn Baz Rahmanullahdır. Mən vəcədə fi thawbihi nəcasətən ba'dəmə səlləmə min salatihi fəhəl yu'idu salatahu. Kim namazı qılıb qurtardıqdan sonra paltarında nəcasət taparsa və yaxud bədənində nəcasət taparsa, o insan namazı qaytarırmı? Yoxsa qaytarmır? Cavab belədir. Mən salləhu fi bədənihi əv thawbihi nəcasətun və ləm ya'ləm illə ba'dəs-salah fəsalatuhu sahihətun fi asah qavley əl-uləmə. Və həkədə ləv kənə ya'ləmuhə səbiqən thumma nəsihə vaqtəs-salah və ləm yəzkurhə illə ba'dəs-salah fəsalatuhu sahihə liqavlillahi azza və cəllə Rabbənə la tuaxidnə in nəhsinə əv əxta'nə fəqalə Allah azza və cəllə qad fəalt. Deyir ki, əgər bir insan namaz qılarsa, bədənində və yaxud da paltarında nəcasət olarsa, o nəcasətin olduğunu bilməzsə, onun, yəni ki, namaz qıldıqdan sonra bilərsə, onun qıldığı namaz səhihdir. Elm əhlinin doğru rəyinə görə. Və həmçinin hökm eynidir, kim nəcasət olduğunu bilərsə və namaza durduqda unudarsa, namazı qıldıqdan sonra xatırlayarsa, onun hökmü də eynidir. Yəni, qıldığı namaz səhihdir. Necə ki, hədisdə gəlmişdir, ayədə gəlmişdir, Rabbənə la tuaxidnə, ey Rəbbimiz, biz unutduğumuz və xata elədiyimiz şeydə bizi günahkar sayma ginən. Yəni, bizim üzərimizdən keçkinən Allah Teala deyir ki, mən bunu artıq elədim. Və bu barədə də səhih hədis var. Və səhih hədisdə gəlmişdir ki, Peyğəmbər s.ə.v bir dəfə namaz qılır. Namaz qıldığı zaman ayaqqabında nəcis olur, nəcasət olur. Və Cəbrail əleyhissalam gəlir, Peyğəmbər s.ə.və xəbər verir ki, ayaqqabında nəcis var. Peyğəmbər s.ə.v ayaqqabını soyunur, qırağa qoyur və namazını davam edir. Kəsib təzdən başlamır. Deyir, namazını davam etməsi dəlildir ki, nəcasətin unutqanlıq ucbatından olması və yaxud bilmədən olması namazı batil eləmir. Çünki əgər batil olsaydı, o qıldığı rəkətləri qaytarması lazım idi Peyğəmbər s.ə.v. Çünki sayılmırsa qaytarmalıdır. Deməli, qaytarmayıb, soyunub, qırağa qoyub, davam etməsi açıq-aşkar dəlillərdəndir ki, əgər adam bilmədən üstündə nəcasət olub qılarsa və yaxud bilib də unudaraq olarsa, onda o zaman onun qıldığı namaz səhihdir. Lakin, Peyğəmbər s.ə.v necə eləyibsə, elə olduğu zaman onu da elə etməlisən. Tutaq ki, həmin hadisə sənin başına gəlir. Ayaqqabında bir də namaz əsnasında ayaqqabını qıldığın zaman nəcis görürsən. Həmən Peyğəmbər s.ə.v eləyən kimi eləməlisən. Tutaq ki, paltarında nəcis görürsən. Əynində kurtka var, kurtka geymişsən və yadına düşür ki, məsələn, uşaq batırıbdır kurtkanı. Namaz əsnasında xatırladım. Onda o zaman dərhal xatırladığın andan etibarən həmin paltar soyunub qırağa atman lazımdır. Əgər paltar dərindədirsə, o mənada ki, onu təmizləmək mümkün deyil, çıxartmadıqca, onda o zaman namazdan çıxırsan. Namazdan çıxırsan, gedib onu dəyişib və namazı təzdən qılırsan. Burada bəzi elm əhli deyir ki, harada qalmışdın, oradan davam edirsən, lakin ehtiyata qarşı təzdən başlamağın daha məsləhətdir. İxlasla.com saytı tərəfindən təqdim olundu.